Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost TV-nin efirində yenidən xoş gördük hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə Dost TV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Yeni xəbərlərimiz, aktual mövzularımız ilə qarşınızdayıq, efirimizə başlayaq. Bugün İş Saatında bu payızın ən böyük peşə festivalından danışacağıq. Söhbət Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan Peşə Fest 2025-dən gedir. Gənclərin peşə seçiminə, yeni bacarıqların kəşfinə aparan Peşə Fest 2025 festivalında nələr baş verir, tədbirə necə qatıla bilərsiniz? Bu barədə bir qədər sonra daha ətraflı danışacağıq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin növbəti vətəndaş qəbulları keçirilir. İşğaldan azad olunmuş ərazilərdə daha bir qrup sakinə özünü məşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Məşğulluğa dəstək layihəsi çərçivəsində icra olunan həvəsləndirmə mükafatları müsabiqəsi başa çatıb. Daha ətraflı həftənin xəbər xülasəsində. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin növbəti vətəndaş qəbulları keçirilib. Bakıda və Neftçalada keçirilən qəbullarda Agentliyin Bakı və Şirvan Salyan regional məşğulluq filiallarına qəbul üçün müraciət edən vətəndaşlar iştirak ediblər. Səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, özünü məşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrlə bağlı olub. Vətəndaşlara məşğulluq tədbirlərinin icrası qaydaları və qanunvericiliyin tələbləri izah edilib, müraciətlərdə qeyd edilən məsələlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib. Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir. Bu dəfə Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları və Şuşa şəhərində daha 15 sakinə özünü məşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib. Verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıq təsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, kiçik foto ateliye və digər istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar. Böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən özünü məşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı artıq 460-a çatıb. Bugün Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocalıda məskunlaşmış sakinlərimizə özünü məşğulluq proqramı çərçivəsində müxtəlif sahələr üzrə aktivlərin təmin edilməsi mərasimi keçirdik və bu mərasimdə biz ondan çox vətəndaşımıza aktivlərin verilməsini təmin etdik. Bu günləri yığışdıq, özünə məşğulluq çərçivəsində müraciət etmişdik. Avadanlıqla bağlı, kötançılıqla bağlı yığışmışdıq. Bugün təqdimatımızdır. Allah dövlətimizi qorusun. Burada zəhmət olan hər bir kəsi Allah Taala müzəffər eyləsin. Heç bir işlə məşğul deyiləm olmadığım üçün Dövlət Məşğulluq Agentinə müraciət elədim, özünə məşğulluq xidmətinə, heyvandarlıq üçün, qoyunçuluq üçün. Və çox sağ olsunlar, var olsunlar, heyvanla məni təmin elədilər. Dövlət Məşğulluq Agentliyinin Gəncə Daşkəsən regional məşğulluq filialı və Naftalan şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Naftalanda işə götürənlərlə görüş keçirilib. Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Gəncə Daşkəsən regional məşğulluq filialı, Naftalan şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, işə götürənlər və digər struktur bölmələrin nümayəndələri iştirak ediblər. Görüşdə çıxış edən Hasil Abbasov, Agentliyin fəaliyyəti, icra olunan aktiv məşğulluq proqramları və digər dəstək tədbirləri barədə məlumat verib. Görüşün sonunda işə götürənlərin təklifləri dinlənilib, sualları cavablandırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən məşğulluğa dəstək layihəsi çərçivəsində iştirakçıların bizneslərini böyütməsinə dəstək məqsədi ilə təşkil olunan həvəsləndirmə mükafatları müsabiqəsi başa çatıb. Layihə üzrə 2020-2024-cü illərdə avadanlıqla təmin edilərək istehsal və xidmət sahələrində kiçik biznes quran 100 iştirakçı öz fəaliyyətlərini daha da inkişaf etdirmək üçün əlavə dəstək alacaq. Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalana bilər.
Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və iş axtaran şəxslər üçün bu həftə Bakı, Sumqayıt şəhərləri, Şamaxı, Tərtər, Saatlı və Astara rayonlarında əmək yarmarkaları təşkil edilib. Aktiv məşğulluq tədbirində 131 işə götürən tərəfindən ümumilikdə 909 vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Agentliyin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri və mərkəzi karyera filialı da yarmarkalarda öz stendləri ilə təmsil olunub. İşsiz və iş axtaran şəxslərə mərkəzlərin fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib. Karyera məsləhəti xidməti göstərilib. Ötən həftə regional məşğulluq filialları tərəfindən yenə işə götürənlərlə görüşlər keçirilib, yeni peşə hazırlığı kurslarına başlanılıb və məşğulluq tədbirlərinin icrası istiqamətində ümumilikdə 22-26 sentyabr tarixlərində 45-dən çox tədbir görülüb. Daha ətraflı regionda məşğulluq rubrikamızda.
Davam edirik. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərinin icrası ötən həftə ərzində də diqqətdə saxlanılıb. Bu dəfə Qarabağ Regional Məşğulluq Filialı tərəfindən Xankəndidə əmək yarmarkası keçirilib, müxtəlif ərazilərdə işə götürənlərdən görüşülüb və eyni zamanda işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərin məşğulluq imkanları qiymətləndirilib. Ətraflı izləyək. Qarabağ Regional Məşğulluq Filialı və Qarabağ Universitetinin nəzdində fəaliyyət göstərən Qarabağ Klinikasının birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada iş üçün müraciət edən namizədlərlə ilkin müsahibələr aparılıb. Qarabağ Regional Məşğulluq Filialı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nümayəndələri arasında Xankəndi şəhərində görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq barədə müzakirələr aparılıb. Qarabağ Regional Məşğulluq Filialı və Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən Ağdam Sənaye Parkında fəaliyyət göstərən Bafco Invest MMC-də təşkil olunmuş dəzgah operatoru peşəsi üzrə hazırlıq kursu yekunlaşıb. Müdavimlər yekun imtahana cəlb olunublar. Kursu uğurla bitirən şəxslərin işlə təminatına dəstək göstəriləcək. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xocavənd rayonunun Sos kəndi və Qırmızı Bazar qəsəbəsinə köçmüş sakinlərlə görüşüblər. Görüşdə sakinlərin məşğulluq imkanları qiymətləndirilib, mövcud iş imkanları araşdırılıb, onlara məşğulluq tədbirləri ilə bağlı məlumat verilib. Əvvəldə də qeyd etdiyim kimi, bugünün əsas müzakirə hissəsində Peşə Festdən danışacağıq. Fərqli formatda söhbət gözləyir sizi. Festivalın həyəcanını, ruhunu hiss eləyəcəyik, bunu öncədən deyə bilərəm. Peşə öyrən, gələcəyini qur devizi ilə keçirilən festivalın əsas məqsədi düzgün peşə seçimi barədə məlumatlılığı artırmaq, iştirakçılarda müxtəlif peşələr haqqında əyani təsəvvürlər yaratmaqdır. Festival 17 sentyabrda Astaradan start götürdü və ardınca 11 şəhər və rayonu gəzir. Bugünə kimi festivalda nələr yaşanıb, gəlin süjetimizi izləyək. Salam Ağdam, necəsiz? Möhtəşəm enerji və yüksək əhval-ruhiyyə ilə başlayan Peşə Fest 2025 sürətlə davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Peşə öyrən, gələcəyini qur devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır. Festivalda 14 peşə, kiber təhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnatçı, xilasedici, barista, diş texniki və baytar peşələri üzrə maarifləndirici tədbirlər təşkil olunur. İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar. Peşə Fest 17 sentyabrda Astarada start götürüb və ardınca Biləsuvar, Tovuz, Göygöl və Ağdam rayonlarında keçirilib. Peşə Festin növbəti dayanacağı isə Ağdam şəhəri oldu. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Ağdam və ətraf rayonlardan dövlət və özəl qurumların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əziz şagirdlər, doğma şagirdlər, xanımlar və cənablar, hər birinizi doğma Ağdamımızda salamlayıram. Peşə Festdə biz yola çıxdıq 11 regionu əhatə etmək üçün 14 ixtisasla. Bu günlərim biz Peşə Festin tam yarısına gəlib çatmışıq. Bugün burada öz əksini tapan 14 istiqamətdə əziz şagirdlərimiz, sizlərin hər birinizi bu istiqamətlərə
daha çox diqqət etməyinizi və gələcəyinizi daha əmin qurmaq üçün daha dərindən araşdırmaq, daha dərindən öyrənmək üçün bir fürsətdir. Bugün Ağdamda belə bir önəmli tədbirin Peşəfest 2025 festivalının keçirilməsindən böyük məmnunluq duyuram. Festivalın peşə öyrən, gələcəyini qur devizi hər birimizin həyatına toxunan çox mühüm mesajdır. Bu deviz belə xatırladır ki, uğurlu gələcək təsadüflərlə deyil, düzgün seçimlərlə, zəhmət və bacarıqla qurulur. 21-ci əsrin əmək bazarını sürətlə dəyişir, yeni peşələr yaranır. Ənənəvi ixtisaslar isə müasir texnologiyalarla zənginləşir. Bu dəyişikliklər fonunda gənclərin düzgün istiqamətləndirilməsi dövlətimizin gənclərlə bağlı olan siyasətinin əsas prioritetlərindən biridir. Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçıları ilə peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar. Festivalın növbəti dayanacağı isə İmişli rayonudur. Tədbir bugün Heydər Əliyev parkında baş tutacaq. Siz də Peşəfestə qoşulun. Bəli, süjetimizdə də vurğulandığı kimi Peşəfestin növbəti dayanacağı Ağdam rayonu oldu. İndi də sözü Ağdamda festivalın gedişatını canlı izləyən həmkarlarıma ötürmək istəyirəm. Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdir müavini Natiq Bənahlı və agentliyin Mərkəzi Karyera filialının müdiri Nahid Nəsirov bizə festivalın ab-havasını çatdıracaq, gənclər və iştirakçılar üçün nəzərdə tutulan yeniliklər barədə maraqlı məlumatları bölüşəcəklər. Gəlin birlikdə həmin söhbəti izləyək, daha sonra isə yenidən Dost TV-nin studiyasında görüşəcəyik. Hər vaxtınız xeyir, iş saatı verilişinin dəyərli izləyiciləri. Bu dəfə sizi Ağdamdan salamlayırıq. Peşəfest üçün buradayıq. Festivalın çadır stendlərini bu dəfə Quzanlıda qurmuşuq. Mövzumuz da, verilişimizin mövzusu da bu dəfə Peşəfestdir. Verilişin qonağı Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdürü Nahid Nəsirovdur. Xoş gördük Nahid müəllim. Nahid müəllim, artıq 10 gündən çoxdur ki, siz Peşəfest layihəsinin icrasına başlamışsınız və bugün artıq Ağdamdayıq. Ağdamda görünən odur ki, hazırlıqlar tamamlanmaq üzrədir və 5-ci tədbirdir, səhv eləmirəmsə. Proses necə gedir? Yaxşıdır. Biz sizin də qeyd elədiyiniz kimi 17 sentyabrdan etibarən başlamışıq proseslərə. İş olaraq Astarada biz tədbirimizi keçirdik. Ondan sonra Beləsuvar, Tovuz və Göygöldə olduq. Bugün isə doğma Ağdamımızdayıq. Peşəkarlarımız stendlərdə gözləyirlər. Hər şey qaydasındadır. 1-2 saata artıq tədbirimiz başlayacaqdır. Çox gözəl. Nahid müəllim, gəlin belə danışaq. Peşəfestin məqsədi nədir? Niyə Peşəfest? Peşəfest gənclərə, ümumiyyətlə sizin auditoriyanıza nə vəd eləyir? Peşəfestin əsas məqsədi gənclərə, şagirdlərə peşə seçiminə, düzgün ixtisas seçiminə dəstək olmaqdır. Biz bu proseslərə artıq 1 ildən çoxdur hazırlaşırıq. Prioritet peşələr müəyyən eləmişik, hansı ki, əmək bazarında önəmli olan peşələrdir. Və biz istəyirik ki, bizim övladlarımız düzgün peşə seçimində dəstək olaq, onları doğru yola yönəldək. Əsas auditoriyanız kimlərdir? Kimləri əsas hədəf kütlə kimi seçmisiniz? 7-ci sinif və yuxarı olan şagirdlərimiz də əsas hədəf kütləmiz, onların valideynləridir. İştirakçılıqla bağlı əlinizdə bir rəqəmlər varmı, statistika varmı? İndiyə qədər nə qədər iştirakçı iştirak edib? Təbii ki var. Biz komanda olaraq hər tədbirdə, hər region üçün və hər regionda hər bir çadır üçün statistika aparırıq. Astarada 1500 nəfərdən çox iştirakçımız oldu. Beləsuvarda 2700 nəfərdən çox. Tovuzda 9200 nəfərdən çox iştirakçımız oldu. Göygöldə 5000 plus. Bu gün də təxminən 5000 gözləntimiz var ki, 5000 iştirakçı olsun. Artıq belə çıxır ki, 20 minə yaxın iştirakçı var. Bu gün də 5000 gözləyirsiniz. Hələ qarşıda 6 tədbirimiz qalıb, mən belə başa düşürəm. Müqayisə üçün deyim ki, 2023-cü ildə olan festivalda ilk 4 regionda təxminən 11400 iştirakçı olmuşdursa, bu günlər bu 18500-dür.
Bu da onu göstərir ki, bu kimi tədbirlərə maraq günü-gündən artır. Şagirdlərimizin, valideynlərin agahlıq səviyyəsi yuxarı qalxır deyə düşünürəm ki, bu da rəqəmlərdə özünü göstərir. Belə deyək, valideynləri xüsusilə seçmisiniz, amma şagirdlərimiz də var burada. Yəni, bunun formatına bağlı bir qədər məlumat verərdiniz. Necədir format, iştirakçılar necə gəlirlər bura, çadırlara necə yaxınlaşmalıdırlar, necə ondan daha yaxşı faydalana bilərlər? Bizdə burada 14 çadır peşəkarlara həsr olunmuş çadırdır. Texniki peşələrdən tutmuş yaradıcı peşələrə qədər bütün peşələr mövcuddur bu 14 peşənin üstündə. O cümlədən burada olmayan peşələrlə bağlı bizim Mərkəzi Karyera filialının nümayəndələri əyləşiblər. Onlara da ayrıca bir stend vermişik. Onlar da gənclərimizə burada olmayan peşələrlə bağlı konsultasiyalar verirlər, xidmət göstərirlər. 14 peşə dediniz. Bu seçimi nəyin əsasında aparmısınız? Əmək bazarında prioritet olan peşələr, ehtiyac olan peşələr. Burada gördüyünüz kimi turizm təşkilatçısından tutmuş qənnaqçıya qədər, kiber təhlükəsizlikdən datan. Buradan adlarını oxumaq olur. Bu Mərkəzi Karyera filialı, təbii ki, sizin filialın dülgər var, burada qida mühəndisi var, 3D animator var, helpdesk var, baytar, turizm təşkilatçısı var və qənnaqçı, xilas edici, kiber təhlükəsizliyi mütəxəssisi var, zinət əşyalarının dizayneri, avtomobil təmiri üzrə çilingər, data analitik və orada diş texniki. Tam 14 bizim. Və deyirsiniz ki, bunlarda əsas mən sizdən bunu öyrənmək istəyirəm. İştirakçımız gəlib daxil oldu bizim bu ərazimizə. Siz nəyi tövsiyə edirsiniz? İştirakçı buradan maksimum faydalanmaq üçün bu peşə festivalının belə deyək də imkanlarından nə etməlidirlər? Daxil olandan sonra hara yaxınlaşdılar və nə etsinlər? Çadırlara yaxınlaşa bilərlər. Hər bir çadırda onları çox təcrübəli peşəkarlar gözləyir və həmin peşəkarlara istənilən mövzuda, yəni həmin mövzu ilə bağlı sualları verə bilərlər. Məsələn, bu peşəyə yiyələnmək üçün hansı bacarıqlara sahib olmalıdırlar, əmək haqqı nə qədərdir, özlərini necə inkişaf elətdirməlidir və s. Bütün sualları sərbəst verə bilərlər. Həm şagirdlərimiz, həm onların valideynləri biz peşəkarları seçərkən fikir vermişik ki, təcrübəli olsunlar. O çox önəmli bir məsələdir. Məsələn, biz adlarına peşəkar deyirik və biz 14 peşə seçmişsiniz və onların peşəkarlarını seçmişsiniz. Peşələri aydındır, dediniz, necə seçmişsiniz. Bu məqama siz toxundunuz və peşəkarların özünü necə seçmişsiniz? Yəni, təsadüfi insan yoxdur, mənə elə gəlir burada. Təbii ki, yoxdur. Bizim meyarlar var. İş təcrübəsi önəmli meyarlardan biridir. Sahəsində öz sahəsini izah eləmək qabiliyyəti önəmli məsələdir və əsas məsələ örnək olmaq məsələsidir ki, o peşəkar gənclərimizə örnək olacaq şəxslərdir. Yəni, çox gözəl. Bəlkə peşəkarlardan birine yaxınlaşaq. Bəli, buyurun. Qida mühəndisine yaxınlaşaq. Qida mühəndisi, bəli, çadırı. Xoş gördük. Salam aleyküm. Salam. Siz artıq bu 5-ci bizim tədbirimizdir. Bundan əvvəl 4-ündə iştirak eləmişsiniz. Təəssüratlarınız bizim üçün maraqlıdır. Necə keçir? Çox gözəl, təəssüratları mükəmməldir. Çünki bura hər yaxınlaşan uşaq, hər peşəyə yiyələnmək istəyən insanı görəndə, o gözlərindəki sevinci görəndə, marağı görəndə, hər biri maraqlanır, görəsən hansı peşə mənim üçün. Çünki burada seçilən 14 peşənin hər biri gələcək üçün böyük aktuallıq doğru özündə və gələcək üçün tələbatı var. Hər biri doğru seçilib. Buradakı peşəkarlar da istənilən formada onları təbliğ etməyə çalışır və hər kəsənin verdiyi suallarda bizim özümüzdə, biz peşəkarları, sənətkarları da öz peşəmizi, sənətimizi daha da çox sevdirir və bunlar bizi sevindirir ona görə ki, həvəs var, maraq var. Gələcəkdə onlar büdcələrini də artıra bilərlər, özlərinin ailələrini saxlamaq üçün də, təhsillərini artırmaq üçün də bunlar önəmlidir. Ən əsası isə Azərbaycan iqtisadiyyatının gələcəkdə irəliləməsi üçün, gələcək nəsillərin, Azərbaycan vətəndaşının iqtisadiyyata tövbə verməsi üçün biz bunları onlara aşılamağı öyrənmişik və burada onları necə lazımsa təbliğ edirik. Çox gözəl izah elədiniz. Əsasən uşaqların sualları, yeniyetmələrin sualları nə ilə bağlı olur? Daha çox qida mühəndisliyi nəyi aşılayır, nələri öyrədir? Mən qida mühəndisi olarkən gələcəkdə hansı sahələrdə işləyə bilərəm, harda işləyə bilərəm, necə işləyə bilərəm və bütün bunun qollarını aşılayıram ki, bu sadəcə qida mühəndisliyi deyil, bunun içərisində bir çox peşələr var. O cümlədən ambardan tutmuş, aşpaza qədər, şirniyyatçıya qədər, qida mütəxəssisinə qədər, qidaya nəzarətə qədər və bunlar təkcə fiziologiya ilə, əmtəşnaslıqla əlaqəli deyil, hətta onun tarixi ilə birbaşa əlaqəlidir. Təşəkkür edirəm. Çox sağ olun. Çox gözəl ətraflı məlumat verdiniz. Sağ olun.
Nail müəllim, görünən budur ki, peşəkarlarımız da burada keçirilən festivaldan çox razıdırlar. Həm iştirakçılıqdan, həm ümumi ab-havadan çox razıdırlar. Mən növbəti sualımı sizə bir peşəkar kimi, siz həm də karyera mütəxəssisiz, belə deyək. İxtisas seçimi çox önəmli məsələdir. İnsanın həyatında çox ciddi məsələləri həll eləyir, insanın həyatını həll eləyir və biz sizin bugünkü auditoriyanız burada gənclərdir, yeniyetmələrdir. Siz nə tövsiyə edirsiniz? Peşə seçimi eləyərkən, ixtisas seçimi eləyərkən yeniyetmələr, gənclər nələrə diqqət eləməlidirlər? İlk öncə onlar öz bacarıqlarına əmin olmalıdır, bacarıqlarını tanımalıdırlar. Bu prosesdə təbii ki, valideynlər də ona dəstək olmalıdır. Biz bəzən valideynləri bu proseslərdən kənarda olmasını istəyirik, amma valideynlər bizə dəstək olmalıdır ki, biz həmin uşaqların, şagirdlərimizin bacarıqlarını, potensialını tanıyaq, başa düşək. Bunun üçün müxtəlif psixometrik testlər mövcuddur, enneaqramdır və bu kimi MBTI-dir və s. Bu kimi testlər mövcuddur. Həmin testlərdən də istifadə edərək şagirdlərimiz öz bacarıqlarını tanıya bilərlər. İkinci məsələ, əmək bazarında ehtiyac olan peşələr var, sahələr var ki, valideynlərimiz, şagirdlərimiz bu sahədə də agah olmalıdırlar ki, hansı sahəyə daha çox ehtiyac var, hansı peşəyə daha çox ehtiyac var. Və bütün bunların kompleks yanaşanda şagirdlərimiz bunlar əsasında qərar verməli ki, hansı peşə həm onun bacarıqlarına uyğundur və əmək bazarında buna tələbat daha çoxdur və təbii ki, o işi sevmək tərəfi də ən önəmli məsələlərdən biridir. Çox önəmli məsələlərə toxundunuz. Bir də bir məsələ valideynlərlə bağlı bir məqamı istəyirəm xüsusilə vurğulayasınız. Bizdə ümumiyyətlə belə bir şey həmişə biz rast gəlmişik ki, valideynlər öz övladlarının peşə ixtisas seçimində ciddi şəkildə müdaxilə edirlər. Siz necə düşünürsünüz? Bu müdaxilə olmalıdırmı? Olmalıdırsa bunun bir həddi varmı? Mən düşünürəm ki, tamamilə kənarda da qalmamalıdırlar və müdaxilə az səviyyədə olmalıdır və dediyim kimi, əsas bacarıqları tanınma sahəsində övladını daha çox tanıyır, daha çox müşahidə edir. Bu sahədə karyera məsləhətçilərinə dəstək olmalıdır valideynlərimiz. Amma təbii ki, müdaxilə yol verilməzdir. Deyək ki, bizim valideynlərimiz istəyir ki, övladı həkim olsun, halbuki uşaq məsələn, qan görəndə qorxur da. Deyək ki, həmin adam çox yaxşı elektrik ola bilər, maşın elektrik ola bilər. Bu, biraz uşağın bacarıqlarından, xüsusiyyətlərindən asılı olan məsələdir. Aydın, çox gözəl izah verdiniz. Nail müəllim, indi görünən budur ki, artıq biz Ağdamda hazırlıqlar tamamlamaq üzrəyik. Bir neçə saat sonra yəqin ki, artıq iştirakçıları qəbul etməyə başlayacaq. Artıq son tamamlama işləri gedir, belə gedək. Bəs növbəti bizim tədbirlərimiz harada keçiriləcək və bununla bağlı istəyən bir məlumat verəsiniz, həm də çağırış eləyəsiniz. Növbəti tədbirimiz İmişlidə olacaq, Ağsuda olacaq, Ağdaşda, Qəbələdə, Xaçmazda və Bakıda olması gözlənilir. Bu 5-ci tədbirimizdir. Bir çağırışınız varmı insanlara? Yəni burada iştirakla bağlı? Valideynləri, şagirdlərimizi dəvət edirik, gəlsinlər, peşəkarlarımıza istənilən sualı versinlər. Bizim peşəkarlar bütün sualları cavablandırmağa çalışacaq ki, onlar düzgün peşə ixtisas seçimində dəstək olsunlar. Minnətdaram, sizə uğurlar arzulayıram. Təşəkkür edirəm. Maraqlı söhbət və ətraflı məlumatlar, eyni zamanda çəkiliş üçün təşəkkür edirik həmkarlarımıza. Bu dəfə hər zamankindən fərqli olaraq qonağımızı və söhbət hissəsini iş saatının studiyasında deyil, məhz tədbirin keçirildiyi məkandan sizə təqdim elədik. Minnətdarıq, təşəkkür edirik. Mən isə indi sizə Peşə Festin keçiriləcəyi ünvanlar bundan sonraki günlərdə harda başlayacaq, bu barədə məlumat vermək istəyirəm. Bir qədər öncə süjetimizdə bildirdik, bugün festival İmişli rayonundadır və daha sonra 3 oktyabr tarixində Ağsu rayonunda Heydər Əliyev parkında festivalımız başlayacaq və 8 oktyabrda Peşə Festin növbəti ünvanı Ağdaş rayonu olacaq və yenə Heydər Əliyev parkında başlayacaq tədbir. Ağdaşdan olan şagirdlər, onların valideynləri, gənclər, hər kəs festivala qatıla bilərlər. Qeyd edim ki, festivalda iştirak eləmək üçün, həmin peşələrlə tanış olmaq üçün, oradakı ab-havanı hiss eləmək üçün heç bir yaş məhdudiyyəti yoxdur və eyni zamanda say məhdudiyyəti də yoxdur. Buyurun, bəlkə elə ən fəal iştirakçı sayına görə rayon sizinki oldu. 11 oktyabr tarixində isə Qəbələdə yenə Heydər Əliyev parkında möhtəşəm bir tədbir sizi gözləyəcək. 13 oktyabr tarixində isə Xaçmazda olacağıq, Zəfər parkında və 16 oktyabr tarixində Bakıda möhtəşəm bağlanış mərasimi ilə bu payızın ən böyük festivalı başa çatmış olacaq və tədbir dənizkənarı Milli Parkda başlayacaq. Əlbəttə ki, tədbirin gedişatında hər hansı bir dəyişiklik olarsa, bu barədə məlumatları
necə əldə edə bilərsiniz? Əlbəttə ki, Dost TV-ni izləməklə və eyni zamanda Dövlət Məşğulluq Agentliyinin rəsmi sosial şəbəkə hesablarını diqqətdə saxlamaqla. Mənim isə sizə iş vaxtında bugünlük təqdim edəcəklərim bu qədər. Hörmətli izləyicilər, növbəti həftə yenə eyni saatda və eyni gündə görüşəcəyik. Özünüzü qoruyun, salamat qalın.